Universitetlərdə qaydalar təhsil haqqında qanuna əsasən tənzimlənir. Bu sənəddə tələbələrin ali təhsil müəssisələrindən hansı hallarda kənarlaşdırıla biləcəyi də qeyd olunub. Birinci məsələlərdən biri budur ki, tələbə öz istəyi ilə universitetdən xaric edilə bilər. İkinci məsələ, tələbə digər bir universitetə transfer olan zaman, yəni köçürülmə zamanı baş verə bilər və yaxud da ki, cinayət işinə görə və ən vacib məsələlərdən biri budur ki, tələbə universitetin daxili nizam qaydalarını pozduğu şəkildə də universitetdən qovula bilər. Xarici vətəndaşlar necə qovula bilər və yaxud da ki, xaric edilə bilər universitetlərdən. Onların Azərbaycanda yaşama müddəti deyilən bir şey var. Yaşama müddəti bitdikdə bu halda kənarlaşdırıla bilər. Bundan başqa təhsil haqqının uzun müddət ödənilməməsi tələbələrin universitetdən kənarlaşdırılmasına gətirib çıxara bilər. Belə bir sistem var ki, 3 ay müddətində əgər tələbə heç bir dərsə gəlmədikdə və qayıb limitlər çoxaldıqda artıq tələbəyə xəbərdarlıq olunur. Növbəti akkreditasiya sistemindən keçmədikdə isə tələbə universitetdən xaric edilir. Bu universitetin daxili qaydalarından biridir. Bizim təhsil aldığımız müddətdə də belə bir şeylər var idi ki, tələbə əgər təhsili haqqı ödəyirsə, yəni ödənişli ixtisasda təhsil alırsa, əgər o təhsil haqqını ödəmək müddətdə universitetdən yəni kənar edilə bilər. Hətta xəbərdarlıq edilir, ilk öncə imtahanlara buraxılmır və ondan sonra təhsil haqqını ödəmədikdə ümumiyyətlə universitet xaric edilməsə belə diplom ala bilməz. Çünki kəsrlər yığılır, 5, 6 və 7-ci illərə qala bilər. Hər bir tələbə təhsil aldığı müddətdə dərslərini məsuliyyətlə yanaşmalı. Daxili nizam-intizam qaydalarına əməl etməlidir. Əks halda onların tələbəlik həyatı yarımçıq qalar. Zemfira Rəcəb, Rahib Səfərov.